Toy hər zaman insanın düşündüyü kimi alınmır. Mən bir toy dəvəti qəbul edəndə mütləq bəy və gəlinlə görüşürəm. Onlara deyirəm ki, bu toyun sahibləri sizsiniz və hər şey sizin zövqünüzə uyğun olmalıdır. Bəzən görürsən qonaqlar gəlib hansısa mahnını sifariş edirlər. Bu normaldır. Amma əsas olan bəy və gəlinin istəyidir. Publika az xəbər verir ki, bu sözləri əməkdar artist Xəyya Mustafazadə Sevilən Səhər proqramında deyib. Müğənni toy adətləri və məclislərdə musiqi seçimi ilə bağlı fikirlərini bölüşüb. Stat: Toyda çalışıram daha çox həzin musiqilər səsləndirim. Səs də yüksək olmasın. İnsanlar toyda da, yasda da bir araya gəlirlər. Ona görə sakitlik vacibdir. Hamı rəqs edəndə bəy və gəlin meydana çıxanda musiqinin səsini artırmaq olar. Amma elə toylar olur ki, insan evə gedəndə qulaqları tutulur. Səhər 5-ə qədər yata bilmir. Statın sonu. Sənətçi sosial şəbəkələrdən istifadəsi ilə bağlı da danışıb. Stat: Sosial şəbəkələrdə çox aktiv deyiləm. Son vaxtlar dostlarımın təkidi ilə bir qədər aktiv olmağa çalışıram. Bizim sənətdə insanın yanında onu yönləndirən biri olmalıdır. Statın sonu.